Neftçala şəhərində Dost filialı fəaliyyətə başlayıb. Filialda gün ərzində orta hesabla 100-ədək vətəndaşın qəbulu nəzərdə tutulur. Filialın 2 mərtəbədən ibarət inzibati binası modern və konstruktiv elementləri ilə müasir üslubda layihələndirilib. Ümumi sahəsi 535 kvadrat metrdir. Açılış mərasimində Dost mərkəzlərinin yaradılması son illər ölkədə aparılan sosial islahatların mühüm nailiyyətlərindən biri kimi qiymətləndirilib. Dost modelinin beynəlxalq səviyyədə də yüksək qiymət aldığı bildirilib. Qeyd olunub ki, indiyədək Bakı və bölgələrdə 7 Dost mərkəzi, 3 Dost filialı və 3 Dost məntəqəsi istifadəyə verilib. Və regional səviyyədə biz ümumilikdə 14 mərkəzin və 64 filial və xidmət məntəqələrinin təşkilini planlaşdırırıq. 2030-cu ilə qədər olan vaxtı əhatə edir. Neftçala Dost mərkəzi gün ərzində 100-ə yaxın vətəndaşa xidmət göstərəcək və həmin xidmətlərdə dediyim kimi həm əmək, məşğulluq, sosial müdafiə, pensiya, əlillik və digər istiqamətləri əhatə edəcək.